saçlarım olmadığına görə biraz özümü narahat hiss edirəm. Amma saçlarım tökülüb, çox tökülüb saçlarım. Nə bilim maska ilə, nə bilim çox şeydə saçlarıma eləyirəm. Ki əmələ gəlsin, türküm məsəl. Əmələ gəlsin, o gör Allahın köməkliyindən uzanacaq. Amma yenə də qaynaqlarıma qaydacaq. Mən neçə vaxtı döyüğa bişirmirəm. Mən həmişə oruçluq ayında, deməli, bütün mənim yanımda olan evdə işləyənlər, işçilərim, öz komandam, yəni hamısına mütləq şəkildə oruç tutmağı vacib görürəm onlara. İndi bilmirəm, onları mən günah daşıyıram yoxsa yox, düşünürəm ki, nabrot daşımaram günahda. Və onlar mənlə birlikdə hamımız orucu. İndi mən axşama Allah qoysa, dedim özüm üzərimlə bir döyüğa bişirim. Sonra ət çıxartmışam, bunu bir qəşək kartoşka ilə qovurum. Onlar üçün də iftar süfrəsi hazır. Əslində iftardan sonra heç nə yemək olmur. Bu arada da baxın, mənə çox suallar verirsiniz ki, niyə yoxsunuz, niyə çıxmırsınız, niyə görsənmirsiniz, niyə Rəqsan xanım, yəni bu qədər uzaqlaşmışsınız sənətdən. Əslində mən sənətdən uzaqlaşmamışam. Çox mahnılar üzərində çalışırıq, çox mahnılar üzərində işləyirəm. Və alınmadım mahnıma gəldikdə isə mən düşünürəm ki, oruçluq ayında heç kim heç kəsin qəlbinə dəyməməlidir, qırmamalıdır. Bir. İkinci də ki, Hikmət Aslanovla mənim illəri bağlayacaq bir yolumuz olubdur. Mən onun çox mahnılarını oxumuşam və o mahnılarına da populyarlıq qazanmışam və rəqsani olaraq özünü təqdim eləmişəm. Sadəcə olaraq bəzən, bilmirəm, deyir, xarakterindən insan doğulur. Demək görür ki, boşqabdan yiyib tutaracam. Hikmətin xasiyyəti, xarakteri belədir. Efirdə gördüm, sual verirlər və Hikmət mənim mahnımı YouTube'dan dayandırsa belə, mahnının söz hüquqları məndədir. Xəyam bəyə təşəkkür edirəm. O mahnının söz hüquqları məndədir. Hansı ki, onu Hikmət oxuyub, onun YouTube səhifəsində var. Amma mən rəqsanə olaraq, mən öz qeyrətimə, öz qadınlığıma, öz insanlığıma güvənib, etibar edib özümə o addımı atmadım, o mahnısını bağlatdırmadım. Bizim komandanın uşaqları bilir ki, Rəqsan xanım sözün haqqı bizdədir. Xəyam bənin sözün haqqını sizə verirdi. Gəlin onun mahnısını YouTube'dan sildirək. Əslində istədim. Amma sonra dedim, ay Allah, sən özün hər şeyi görənsən. Bir mahnı ilə nə Hikmət milyonçu olası deyil, nə də bir mahnı ilə mən var dövlət sahibi olası deyiləm. Bəlkə də bəzilərini Hikmət Aslanov'u bu qədər tanımırsınız. Tanışlıq verirəm ki, tanıyasınız da. Mənim inanımı, Paris sən gəldin, indi məni gözləmə, sən yoxsan. Bütün mahnılarımın demək olar ki, musiqisi Hikmətin olub. Və yenə Allah canını sağ eləsin. Nə deyim, mən heç kəsən incimirəm. İstəmirəm bu ayda da kimməsə pis olum. Amma mənim mahnılarımı, hansı ki pul verib aldığım mahnılarımın hamısını məndən, ən azından məndən halallığını belə almadan götürür, kimlərəsə verir. Deyir, bugün buradayıq, sabah bilmirik haradayıq. Yəni 5 günlük dünyada həyatın işini bilmirik, axı başımıza nə iş gələcək. Ona görə bir mahnıya görə bizim aramızda dalaşmaq, dava eləmək, mən düşünürəm, heç nə ona yaraşmaz, nə mənə yaraşmaz. Amma mahnılar üzərində işləyirəm. Hal-hazırda və bu həftə düşünmüşük. Mən ona klip demirəm. Musiqi rolikləri bir 3-4 istəyirəm ki, uşaqlarla uşaq çəkil, kosmik mahnılarıma. Amma lirika oxumaq üçün darıxmışam, həqiqi sözümdür. Çünki baxıram ki, hamı nə oxuyur? Qadiqaran, qadiqanin, qadiqanin, yəni ki, hamının oxuduğu budur. Bir də bir şey demək istəyirəm buna. Bu, mənim öz içimdən gələn səmimi bir sözümdür. Nə demək istəyirəm? Əvvəla, birinci olsun da aynanın yolları da səhvi də düşürmə olacaq. Ay, özümün öldür, qoy düşsün. Və bir söz demək istəyirəm. Mən 30 ilə, bəlkə də 35 ilə yəni köklənir ki, toylarda olan müğənniyəmlər, daha doğrusu ansamblına toy idarə edən müğənnilərdən biriyəm. Hər zamanlar toyun işin gücüm var. Və elə olub ki, korobkalarla pullar yığmışam da, əllərimə pullar veriblər. Mən bütün sənət yoldaşlarıma buradan demək istəyirəm ki, o pulu elə görməmiş şəklində insanlara göstərməyin çox böyük bir ayıbdır. Versinlər, çox versinlər, Allah başınızdan tüyür, ondan artıq da versinlər. Amma bir şeyi ağlınıza gətirin ki, onlar sizin o əlinizdə olan pullara neçə göz baxır. Hansı ki,
onu qazana bilmirlər. Onun məsələn 100 manat qazanmaq üçün, o 100 manatı evinə gətirmək üçün o qədər əziyyətlər çəkirlər ki, o qədər çətinliklərdən çıxırlar ki də. Amma bugün Allah bizə səs verib, yol açıb, biz bu pulu qazanırıq da kimlərdənsə. Göstərməyin, lazım deyil. Pulu göstərmək görməmişlikdir. Ay bunu verdilər. Siz inanın ki, yanvar ayının 5-də mən qızım Aysunla bir məclisdə oldum Peterdə. Şişrəfə əhlinin məclisində oldum. Yəni adından bəllidir, onların toyunda mümkün deyil ki, yəni pul qazanmayasan. Danışıqdan əlavə, yalan olmasın, 1 milyon rubuldan çox orada bizim əlimizə ana-bala pul verdilər. Mən şəxsən, nə mənim qızım, nə də mən, biz onu, yəni onu biz elə bir şəkildə işçiyə təqdim edirik ki, yəni ayır ki, buradan bizim əlimizdə o düşməsin də. Yəni, mən şəxsən onu yaraşdırıb heç kəsə göstərmərəm, ayıb bilirəm onu. Olmaz, görməmişlikdir. Pulu əlində belə göstərəm, bu görməmişlik. Olmaz. Onsuz da toya gedəndə müğənninin əlinə pul verirlər də. Bu normaldır. Sevindirirlər müğənninin əlinə pul verirlər. Nə bileyim, qabaq vardı başımıza pul tökürdülər. Yəni ona görə mənim əzizlərim, Allah pulunuzu verib, ruzunuzu qazanırsınız, edirsiniz. O eləməyin ki, nə qədər gözlər baxır da onlara, nə qədər onlara ehtiyac olan insanlar var. Özünüzü insanların gözündə gözdən salmayın pula görə. Vallahi inanın, bu sənətdə belə populyar olan mahnılar da, bu efirlər də, hər şey, görürsünüz, bugün var, bugünü heç vaxt ala qaytaramırıq. Bugün var. Sabahınızı düşünün. O gedəcək, hamımız bu dünyadan köçüb gedəcəyik. Bax, o tərəf düşünmək lazımdır. Nə bilim, Allah